Dostlar, değerli izleyiciler, Aysun Hanım'la bax gördüğünüz kimi Binə Bağça yolunda, Ülvi yolunda ne edirik Aysun? Çəkilişən gedirik. Bəli değerli dostlar, gördüğünüz kimi bax bu günləri baba Oba marketi görürsünüz, Obanı. Baba Oba. Oba! Dostlar, gedirik çəkilişə. Bura Binə yoludur. Binə qəsəbəsinin yoludur. Haydi, yallah. Oba. Değerli dostlar, bax budur. Evimizin ışık sayğacı, qaz sayğacı var. Işık sayğacı var, suyumuz var. Dostlar, gəlin də həyatına baxaq. Buradan da ki, bütün bizi xaricdə izləyən bütün vətəndaşlarımızın hamısını salamlayırıq Aysun Hanımla birlikdə. Bəli. Deməli dostlar, evimizin həyəti, işimiz yeni bitirdi. Qazımız evin içine kadar çəkilibdir. Bu taxta heç buradan götürüləcək. Bura bax gördüyünüz kimi həyəti tam et, 2 dənə maşın girir. Burada da ki sizi duran bisetko qaldırın. Altında belə oturma ağacada belə bir qəşəng bir privatlı yer elə. Ev mükəmməlin üstündə olan bir evdir. Süper evdir da. Reallıqla daxil olacaq evimizin içine baxın. Burada qoyun xətlərimiz var. Qazı var elə. Açsan gəlir, bağlayırsan bağlanır. Gəlin bura. Kürsüsü üstündə. Tam da nədir? Aysun xanım, nədir bu ev? Super evdir, saray kimi bir evdir. Hər tərəfi cütdaşlı, kürsülü evdir. Bəli. Gəlin bura. Axıncı. Mavişim maviləmdim, qapına kilitlendim. Gəlin bura. Dobre utra. Dostlar, evimiz hündür tavandı, çok hündürdür ha. Qəşəng koridor sistemi var, genişli, tam necə lazımdır. Gəlin buraya oxumaya. Buranın jaluzu alınır, amma vurulmuyor hələ. Gözünüz yerdədir, jaluzu qaldırıb vuracaqlar. Qəşəng də jaluzu, pərdə bitdidir. Qoxular çox genişdir, gizli tavanı, işıqları, səliqəlidir. Aysun, qiyməti axırda deyək dahi. Onlar Rövşən bəy. Qiyməti axırda deyəcəm. Evə söz yox. Ev dəyərindən qat-qat aşağıdır. Digər gördüyünüz evlərin hamısını bu evin yanında olur. Bu sözdə deyirəm bir. Gəlin bura. Bura, bax, hər şey içində qara, lüstur, pərdəzat hamısı. Buraya desk otaq. Gəlin bura. Bura böyük bir dənə, geniş, iri bir zal. Tam səliqəli, necə lazımdır. Aysun Hanım, o tərəfdən bu tərəfə də götürək, zəhmət olmaz. Baxın dostlar, bana. Bax, belə bir dekor, dizayn yoxdur da. Tavan o kadar hündürdür ki, ben bir kameraya yerləşim. Düzdür Aysun Hanım? Çalışdığım qədər yerləşdirməyə çalışdım. Aysun belədir, bir belədir ki, kameraya düşsün yazıq da evin hər tərəfə. Çünki bizdə genətmirik da, bu da olduğu kimi çəkilir. Nə var o da? Gəlin bura. Evimizin bura bir yataq otağı. Yenə də pərdələrin hamısı yerində, bütün hər şey öz qaydasında, öz səliqəsindədir. Plus, bura digər yataq otağımızdır. Gəlin bura. Yenə də pərdələr hamısı qaydasında, üstürünə qədər hamısı öz yerində. Çox səliqəlidir ha. Burada evin hamam tualetidir. Ayaq yolu hamamı. Bax belə, qəşəng səliqəli. Dostlar, belə bir ev almaq istəyənlər əlaqə nömrələrimizlə əlaqə saxlasınlar. 055 570 96 40 Aysun Hanım nömrəsidir. 051 558 08 28 Rövşən bəyin əlaqə nömrələridir. Evimizin də qiyməti 75 min. Sənədlər də qaydasındadır. Qazı da var, işığı da var, hər şey var. Gəlin Allah xeyir versin.